Sual verilir ki, Azərbaycan Darülislamdır. Hələ bir söz deyir, aydınlıq gətirərdiniz. Ümumiyyətlə, Darülislam və Darülküfr məsələsində də ixtilaf var. Yəni, alimlər bəziləri bu məsələyə yanaşır əhkamlar, hökmlər baxımından. Əgər orada olan hökmlər şəri hökmlər deyilsə, deyirlər ki, bunlar Darülislam yox, Darülküfrdur. Amma alimlərdən bəziləri isə deyir ki, bu insanlara qayıdır. Əgər insanlar ümumi götürəndə müsəlmandırsa, yəni bu ölkə müsəlman ölkəsi sayılır. Və İbn Teymiyyə rahimehullah da o görüşdədir və ona görə daha yaxın olan da budur ki, yəni insanlara qayıdır. Və buyurur ki, Əl-küfrü leysə vasfən təbitən liddar. Yəni küfr hər hansı bir diyara sabit bir vəsf deyildir. Əgər deyir, oranın əhalisi müsəlman olarsa olur, müsəlman ölkəsi, əgər kafir olarsa kafir. Məsələn, Əndəlus, İspaniya müsəlman ölkəsi. Sonra artıq hücumlar oldu belə, kafirlər, əhalisi kafir olduqdan sonra olur kafir ölkəsi. Oldu kafir ölkəsi. Və ona görə daha yaxın olan da odur ki, bu qayıdır əhaliyə. Əgər əhali müsəlmandırsa, müsəlman ölkəsi olur, kafirdirsə kafir ölkəsi.